Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bir milləti yaşadan təkcə bayraq deyil, o bayrağın kölgəsində birləşən qəlblərdir. Həmrəylik eyni torpaqda yaşamaq deyil, eyni taleyə sahib çıxmaqdır. Harada bir Azərbaycanlının ürəyi döyünürsə, orada vətən nəfəs alır. Harada bir Azərbaycanlı biz deyirsə, orada vətən tək deyil. Zaman bizi ayrı salmış ola bilər, amma tarix bizi bir ada çağırır. Bu çağırışın adı həmrəylikdir. Bugünkü verilişimizdə həmrəylik mövzusunu qonağımız Azərbaycan İlahiyyat İnstitutunun Dillər və İctimai Fənlər Kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İlkin Əlmuradov ilə birgə müzakirə edəcəyik. İlkin müəllim, xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Sizi verilişimizdə görmək bizə çox xoşdur. Qarşılıqlıdır, minnətdaram. Həmrəyliyin mənəvi köklərini anlamaq üçün ilk öncə anlayışın özündən başlamalıyıq. İlkin müəllim, həmrəyliyi necə başa düşmək olar? Təşəkkür edirəm. Mir Abbas müəllim, hər şeydən əvvəl mən qarşıdan gələn dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə bütün soydaşlarımızı səmimi qəlbdən təbrik edirəm. Sualınıza gəlincə, həmrəyliyi necə başa düşmək olar? Əlbəttə ki, həmrəylik məsələsinə həm ictimai, həm də dini nöqteyi nəzərdən baxış təqdim etmək mümkündür. İctimai nöqteyi nəzərdən bu məsələyə baxdığımız zaman görürük ki, həmrəylik, birlik, bərabərlik, eyni məqsəd, eyni amal uğrunda fəaliyyət göstərmək, çalışmaq kimi izah olunur. Həmrəylik eyni zamanda gözəl davranış tərzidir, mədəni davranış tərzidir. Bu, əlbəttə ki, həm ictimai məsələdə qabarıq şəkildə özünü göstərir, eyni zamanda din, ümumiyyətlə dinlər də insanları həmrəy olmağa səsləyirlər. Həmrəylik özü bir dəyərdir. Bu dəyəri həm qorumaq, həm inkişaf etdirmək, həm də nəsillərdən nəsillərə ötürmək vacibdir. Təsadüfi deyildir ki, Qurani Kərimdə Allah Təbarək və Teala belə buyurur: İnnallaha ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel baghi ya'idukum la'allakum tezekkerun. Bu mübarək ayədə Allah Təbarək və Teala insanları ədalətli olmağa, yaxşılıq etməyə, qohum-əqrabaya əl tutmağa dəvət edir. O cümlədən də pis işləri insanlara qadağan edir. Və bunu bizə xatırlatmaqla bu mədəni davranışı bir də bizə aşılamış olur. Əlbəttə ki, həmrəylik də gözəl davranış tərzi olaraq, bir dəyər olaraq cəmiyyətdə böyük əhəmiyyət kəsb edir. Biraz əvvəl qeyd elədiyim kimi, həmrəyliyi həm ictimai nöqteyi nəzərdən izah etmək mümkündür, həm də dini nöqteyi nəzərdən. İctimai nöqteyi nəzərdən izah etdiyimiz zaman qeyd olunduğu kimi, həmrəyliyin mədəni davranış tərzi, o cümlədən də bir dəyər olduğunu biz görürük. Və digər tərəfdən də nəzərə alsaq ki, İslam dini də daim insanları, o cümlədən də müsəlmanları, möminləri həmrəy olmağa, yaxşı işlər görməyə dəvət edir. Həmin bu yaxşı işlərin içərisində də şübhəsiz ki, həmrəyliyin də böyük bir payı vardır. Təsadüfi deyildir ki, İslam sözünün kökündə, müsəlman sözünün kökündə, eyni zamanda insanların son mənzilini ifadə eləyən axirət, başqa sözlə Darussalam sözünün kökündə də məhz sülh və əminamanlıq vardır. Allah Rəsulu hədislərinin birində Əl-Muslimu mən səliməl-muslimunə min lisanihi və yedihi buyurmuşdur. Yəni, müsəlman o şəxsə deyilir ki, onun nə əlindən, nə də dilindən heç kəsə zərər, ziyan toxunmur. Həmrəylik mədəni davranış tərzidir. Bəs Qurani Kərim bizi həmrəyliyə dəvət edirmi? Bəli, Qurani Kərimdə belə bir ayə var. Ta'avanu bil birri və taqva. Ayənin əvvəli belə başlayır. Ta'avanu bil birri və taqva. Elə bu ayəyə baxdığımız zaman biz həmrəyliyi necə başa düşməliyik? Dini nöqteyi nəzərindən, İslam nöqteyi nəzərindən həmrəylik necə izah edilə bilər? Bu suala bütünlüklə cavab tapa bilirik.
Allah Tebaraka ve Teala emredir. Emir formasında bize müracaat edir. Taavenu. Əməkdaşlıq edin, həmrəy olun. Bir-birinizə kömək edin. Yaxşı, sual ortaya çıxır. Biz nədə bir-birimizə kömək etməliyik? Ayənin davamında buyurulur ki, Taavenu bil birri və taqva. Yəni, yaxşı işlərdə, yaxşı əməllərdə, xeyirxah əməllərdə həmrəy olun. O cümlədən də Allaha qarşı itaətkar olmaqda və yardımlaşmaqda, insanların hüquqlarını qorumaqda, insanların hüquqlarını pozmamaqda, insanlara qarşı ədavət, kin, nifrət bəsləməməkdə həmrəy olun. Bax, bütün bunlar İslam nöqteyi nəzərindən həmrəyliyin sərhədlərini müəyyənləşdirir. Bütün yaxşı işlərdə həmrəy olmalıyıq və bunu özümüzə, ətrafımıza aşılamalıyıq. Beləliklə, buradan da ortaya çıxır ki, həmrəylik ilahi bir əmirdir və eyni zamanda həmrəylik Peyğəmbərin aşıladığı bir dəyərdir, bir davranış tərzidir, həm də dini davranış tərzidir. Məlum olduğu kimi, İslam Məkkədə zuhur etmişdir. Peyğəmbərimiz Muhammed Aleyhissalatu vesselam Məkkədən Mədinəyə köçmək məcburiyyətində qalmışdır. Bunu biz dini ifadə ilə hicrət adlandırırıq. Allah Rəsulu həm Məkkədə olduğu dövrdə, həm də Mədinəyə hicrət etdiyi, Mədinəyə köçdüyü dövrdə də həmrəyliyi ətrafındakı insanlara aşılamışdır. O həmrəylik dəyərini təbliğ etmişdir. İslam tarixində Allah Rəsulu xüsusilə Mədinəyə köç etdikdən sonra insanları, müsəlmanları bir-biri ilə qardaş etmək davranışı var idi. Məhz bu qardaşlığın kökündə də həmrəylik dururdu. İlk işlərindən biri olmuşdu. Bəli, ilk işlərdən biri də Allah Rəsulunun Mədinəyə hicrət etdikdən sonra, Mədinəyə köçdükdən sonra onun ilk işi müsəlmanları, insanları bir-biri ilə qardaş etmək olmuşdur. Yəni onları eyni məqsəd, eyni amal uğruna çalışmaqda bir etməyə çalışmışdır. Bax, bütün bunlar onu göstərir ki, həmrəylik bir dəyər olmaqla yanaşı, ictimaiyyətdə gözəl davranış tərzi olmaqla yanaşı, həm Allahın əmri, həm də Peyğəmbərin sünnəsidir. Və bunu hər kəs qəbul etməli və buna uyğun da davranmaq məcburiyyətindədir. Həmrəylik təkcə elə insanların bir-biri ilə hər hansısa bir işdə həmrəy olması ilə məhdudlaşa bilməz əlbəttə ki. Həmrəylik daha geniş bir məfhumdur. İnsanlar həm qonşuluqda həmrəy olmalıdırlar, həm işdə həmrəy olmalıdırlar, həm digər fəaliyyətlərdə də yaxşı mənada bir-biri ilə həmrəy olmalıdırlar. Allah Rəsulu səhabələrinə qonşusunu o qədər tapşırır ki, yəni ondan müğayət olun, onun hüquqlarını nəzərə alın, onunla yaxşı davranın. Səhabələrdən biri buyurur ki, Allah Rəsulu o qədər qonşunu mənə tapşırdı ki, mən elə zənn etdim ki, mən dünyadan köçəndən sonra mənim malıma, mülkümə sahib məhz qonşum çıxacaq. Mənim varisim, mənim övladlarım deyil, qonşum olacaq. Bax, bu da bir gözəl həmrəylik nümunəsidir. Və Allah Rəsulu hədislərinin birində buyurur ki, Məsəlül müminə fi təvaddihim və tərahumihim və təatufihim kəməsəlil cəsədi İzə iştəkə minhu udvun tədə'a ləhu sairul ə'dai bil-humma və səhər. Möminlər bir-birlərinə qarşı mərhəmətli olmaqda, bir-birlərini sevməkdə, bir-birlərini qorumaqda bir bədənə bənzəyirlər. Necə ki, bir bədənin bir üzvü ağrıdığı zaman digər üzvlər də bundan əziyyət çəkir. Digər üzvlər də gecə yatmayıb oyaq qalır. Müsəlmanların birliyi, insanların birliyi bax bu şəkildə olmalıdır. Və başqa bir hədisində isə Allah Rəsulu müsəlmanları kərpicləri bir-birinə möhkəm bağlanmış bir binaya bənzədir. Bax, bütün bunlar hamısı həmrəylik nümunəsidir və eyni zamanda dinimizdə buyurulur ki, əgər bir insan başqa bir insanın köməyinə qaçarsa, bir insan digər bir insana kömək etməyə çalışarsa, Allah da onun köməyi olar.
Düzdür, biz çəkdiyimiz bu misalların hamısını İslam dinindən çəkdik, amma şübhəsiz ki, həmrəylik kimi gözəl nümunəvi bir davranış təkcə İslam dinində deyil, səmavi dinlərin digərlərində də mövcuddur. İsa Peyğəmbərdən rəvayət olunan bir rəvayətdə buyurulur ki, "Mən qalə uhibbullaha və la yuhibbu axahu fəhvə kazibun." Əgər bir şəxs desə ki, mən Allahı sevirəm, amma öz qardaşını sevməsə, o yalançıdır. Deməli, biz əgər Allahı seviriksə, öz qardaş və bacılarımızı da sevməli, onlara qarşı da həmrəy olmalıyıq. Çox sağ olun İlkin müəllim, ətraflı cavab verdiyiniz üçün. İlkin müəllim, hansı əməllərimizdə həmrəy olmalıyıq? Bəli, təşəkkür edirəm. Əlbəttə ki, biz sualı ümumi şəkildə qoyuruq. Həmrəylik nədir? Çünki həmrəylik nədir sualını versək, bunun mənası, bunun cavabı məlumdur. Həmrəylik, bərabərlikdir, birlikdir və s. Biraz əvvəl də Qurani Kərimdən bir ayəni xatırlatdıq. Allah Təbarək və Teala buyurur ki, "Təavunu bil-birri və-təqva." Ayənin davamında isə buyurulur ki, "Və la tətəavunu bil-ismi vel-udvani." Yəni Allah özü hansı əməllərdə həmrəy olmaq lazımdır, hansı əməllərdə isə həmrəy olmamaq lazımdır cavabını bizə Qurani Kərimdə verir. Yəni, yaxşı işlərdə həmrəy olun, lakin pis işlərdə, dində buna günah deyilir, buna haram deyilir. Və o cümlədən də Qurani Kərimin təbirincə desək, odvan, yəni düşmənçilikdə həmrəy olmuyor. Bəzən elə başa düşülə bilər ki, biz hər işdə həmrəy olmağa səsləyirik insanları. Xeyr, hər işdə deyil, xeyir işlərdə həmrəy olmalı, amma xeyir olmayan işlərdə isə nə İslam, nə də ictimai çağırışlar bizi həmrəy olmağa səsləmir. Və nəzərə almaq lazımdır ki, fərdləri həmrəy olan cəmiyyət mütərəqqi cəmiyyətdir, inkişaf etmiş cəmiyyətdir. Həmrəyliyin əhəmiyyəti cəmiyyət üçün, insanlar üçün, bəşəriyyət üçün bu qədər vacibdir. Və bir sözlə yaxşı işlərdə həmrəy olmalı, pis işlərdə, günah işlərdə isə həmrəy olmamalıyıq. Belə deyə bilərikmi İlkin müəllim? Bir qardaşımız bir pis iş görür, biz həmrəy olub onu doğru yola çəkmək üçün. Burada da işin kökündə yaxşılıq var. Tamamilə haqlısınız, bəli. Bunun özü də xeyir, yaxşı əməllərdən biridir. Allah Resulü hədislərinin birində buyurur ki, "Unsur axake zalimən və mazlumen." Öz qardaşına zülmə məruz qalarkən də, zülm edərkən də kömək et. Səhabələr soruşurlar ki, Allah Resulündən, "Ya Resulallah, zülmə məruz qalan insana kömək etməyi başa düşdük. Bəs zülm edən insana niyə və necə kömək etməliyik?" O cavabında buyurur ki, zülm edən insanı, haqsızlıq, ədalətsizlik edən insanı öz əməlindən daşındırmaq, onu bu işdən çəkindirməyin özü də ona olan bir köməkdir. İlkin müəllim, həmrəyliyin müsbət təsirləri cəmiyyətdə öz əksini necə tapır? Əlbəttə, həmrəylik kimi gözəl bir dəyər şübhəsiz ki, müsbət nəticələrini həm cəmiyyətdə, həm insanların üzərində, həm bütün sahələrdə özünü göstərəcək. Allah Resulü hədislərinin birində buyurur ki, "La yu'minu ahadukum hatta yuhibba li akhihi ma yuhibbu li nafsihi." Siz o zaman həqiqi mömin olursunuz ki, özünüz üçün rəva bildiyinizi, özünüz üçün istədiyinizi digəriniz üçün də arzuluyursunuz, istəyirsiniz. Əgər biz yaşadığımız cəmiyyətdəki hadisələrə nəzər salsaq, görərik ki, insanlar birgə fəaliyyət göstərdikləri zaman onların işlərində bir uğur, müvəffəqiyyət var. Məhz bu uğur və müvəffəqiyyətin səbəbi o həmrəylik, birlikdir. Və eyni zamanda birlikdə həmrəy, eyni məqsəd uğrunda səmimi şəkildə çalışan insanların əməyində bir bərəkət olur, bir artım olur. Bax, bu da həmrəyliyin təzahürüdür cəmiyyətdəki işlərimizdə. Və dinimizdə cəmaatla qılınan namazlar, birlikdə edilən bayramlar, birlikdə həyata keçirilən müxtəlif dini, ictimai tədbirlər, bunlar hamısı həmrəyliyin cəmiyyətdə təzahürüdür. Belə olan halda həm dini işlərdə daha çox savab əldə olunur, eyni zamanda da ictimai işlərdə də uğurun, müvəffəqiyyətin, qazancın bir artımı müşahidə olunur.
bütün bunların hamısında həmrəyliyin böyük bir payı vardır. Ümummilli liderimiz Heydər Əliyev milli və dövlət müstəqilliyimizin qorunması və möhkəmlənməsi üçün xalqın həmrəy olması vacib olduğunu vurğulamışdır. O demişdir ki, yalnız milli həmrəylik əsasında müstəqilliyimizi qoruya, xoşbəxt gələcəyə qovuşa bilərik. İlkin müəllim, həmrəyliyin cəmiyyət üçün zəruri olduğunu necə izah etmək olar? Biraz əvvəl də qeyd elədik ki, həmrəyliyin özü gözəl bir davranışdır, nümunəvi bir davranışdır və təkcə gözəl olduğu üçün, nümunəvi bir davranış olduğu üçün, mədəni davranış olduğu üçün biz həmrəylilik ipindən möhkəm yapışmamalıyıq. Eyni zamanda nəzərə almalıyıq ki, həmrəyliyin özü cəmiyyət üçün labüddür. Biz bu həmrəyliyi mütləq təmin etməliyik. Həmrəy olmamağın fəsadları çox böyükdür. Elə yenə də İslam dinində, İslam dini zühur etdikdən sonra baş verən hadisələrə baxdığımız zaman dini nöqteyi nəzərdən də həmrəyliyin cəmiyyət üçün nə qədər vacib olduğunu görə bilirik. Misal üçün, İslama qədərki dövrdə ərəb qəbilələrindən ikisi arasında, Avs və Xəzrəc qəbilələri arasında böyük savaşlar olmuşdur, qanlı müharibələr olmuşdur. Lakin İslam dinini təşəkkül tapdıqdan sonra, zühur etdikdən sonra Allah Rəsulunun da cəhdləri ilə bu qəbilələr arasında bir sülh təmin olunmuşdur. Və bununla da qan tökmə, insanların ölümünə bais olma halları ortadan qalxmışdır. Məhz biraz əvvəl də qeyd etdiyimiz kimi, həmrəylik hökm sürən cəmiyyətdə sülh və əmin-amanlıq olur. Həmrəylik hökm sürən cəmiyyətdə artım olur, inkişaf olur, tərəqqi olur. Bu nöqteyi nəzərdən də biz hesab edirik ki, və bu da aydın şəkildə görünür ki, həmrəylik cəmiyyət üçün çox zəruri və vacib bir əməldir. Yəni bunun bariz nümunəsini də biz 44 günlük Vətən müharibəsində də gördük. Yəni bizim xalq, ordu, yəni hər kəs bir yerdə idi, bir aradaydı. Bəli. Çox təşəkkür edirəm bu vacib məsələni də qeyd elədiyiniz üçün. Ümumiyyətlə biz xoşbəxt xalqıq ki, tarix boyu bizim həyatımızda həmrəylik nümunələri saysız hesabsız qədər çox olmuşdur. Qədim tariximizə nəzər saldığımız zaman həm dini zəmində, həm də ictimai zəmində bunun bir çox nümunələri vardır. Və xüsusilə də 2-ci Qarabağ 44 günlük Vətən müharibəsində məhz həmrəyliyimizin də böyük təsiri ilə biz işğal olunmuş torpaqlarımızı işğaldan azad etdik. Bəli, bu da məhz gözəl həmrəylik nümunələrindən biridir. İlkin müəllim, həmrəylik kimi nümunəvi davranışı necə təbliğ etsək səmərəli olar? Bəli, əgər biz deyirsək həmrəylik yaxşı bir işdir və eyni zamanda həmrəylik cəmiyyəti üçün çox vacibdir, zəruridir. Deməli, biz bunu həm də təbliğ etməliyik nəsillərə, öz ətrafımızdakılara. Belə bir müdrik kəlam var. Lə tuhaddisni aniddin, ərinid-dinə fi aməlik. Mənə dindən çox danışma, dini öz əməlində mənə göstər. Deməli, birinci, biz özümüz həmrəy olmalıyıq. Həmrəyliyi təbliğ etmək üçün özümüz həmrəylik nümunələri təqdim etməliyik. Həmrəylik davranışı sərgiləməliyik və bununla da biz ətrafa həmrəyliyi təbliğ etməyə başlamalıyıq. Deməli, həmrəyliyin təbliğatı birinci özümüzdən, öz əməllərimizdən, sonra ailəmizdən, sonra məktəb, universitet və s. media vasitələri ilə də biz həmrəyliyi təbliğ etmə imkanlarına malikik. Bu sualı siz verdiyiniz zaman yadıma yenə İslam tarixindən bir əhvalat düşdü. Məlum olduğu kimi İslam tarixində baş vermiş savaşlardan biri də Xəndək savaşı adlanır. Ona görə Xəndək savaşı adlanır ki, müsəlmanlar qarşı tərəfdən özlərini qorumaq üçün dərin xəndəklər qazmışdılar. Bu da bir müqavimət göstərmək üçün belə bir vasitədən istifadə etməyi qərara almışdılar. Ərəbistan yarımadası kimi həm isti, həm də o quraqlıq, o torpaqlarda o xəndəyin qazılması kifayət qədər çətinlik törədirdi və səhabələr o xəndəkləri qazmaq üçün çox əziyyət çəkmişdilər və çox da yorulub əldən düşmüşdülər. Hətta acılıqdan əziyyət çəkən bəzi səhabələr qarınlarına daş belə bağlamışdılar və bundan əziyyət çəkən səhabələr Allah Rəsuluna şikayət edirlər.
ona yaxınlaşıb bildirirlər ki, ya Resulallah, biz acından əziyyət çəkirik. Allah Resulü onlara öz qarnına bağladığı 2 daşı göstərir. Deməli, bununla birinci növbədə hər hansısa bir dəyəri təbliğ ediriksə, hər hansısa bir işi görməyi qarşı tərəfdən istəyiriksə, bunu birinci özümüzdə Öz tətbiq əməlimizdə. etməliyik, öz əməlimizdə tətbiq etməliyik. Bəli, Allah Resulü o əziyyət çəkənlərdən də daha artıq əziyyət çəkdiyini nümayiş etdirirdi. Bunun özü də nümunəvi gözəl bir davranış idi. İlkin müəllim, cəmiyyətdə həmrəylik olmasa nə baş verər? Bəli. Mən bu suala da Qurani Kərim ayəsi ilə cavab vermək istəyirəm. Allah Təbaraka və Teala Qurani Kərimdə buyurur ki: "Va'tasimu bihablillahi cemi'a." Bütünlüklə, hamılıqla Allah ipindən möhkəm yapışın. "Və la tafarraqu." Ayrılmayın bir-birinizdən. Bu ayənin davamında Allah buyurur ki: "Vəzkuru ni'metallahi aleykum iz kuntum a'da'a fa'allafa beyne qulubikum fa'asbahtum bi ni'metihi ihvana." Deməli, hamınız bütünlüklə Allah ipindən möhkəm yapışın və bir-birinizdən ayrılmayın, yəni həmrəy olun. Allahın sizə olan nemətini xatırlayın. O hansı nemətdir elə? Allahın neməti ilə, Allahın köməyi ilə, Allahın dəstəyi ilə siz bir-birinizlə qardaş oldunuz, həmrəy oldunuz. Hansı ki, bundan qabaq öz aralarınızda düşmənçilik var idi, bir-birlərinizə qarşı ədavət var idi. Biraz əvvəl biz məşhur 2 ərəb qəbiləsinin arasında baş verən hadisələrdən, düşmənçilikdən, müharibələrdən söhbət açdıq. Məhz o həmrəylik nəticəsində o qan tökmə halları aradan qalxdı. İnsanlar bir-biri ilə sülh və əmin-amanlıq şəraitində yaşamağa başladılar. Beləliklə, həmrəylik bizə sülh, əmin-amanlıq bəxş edir. Həmrəylik bizə rahat həyat tərzi bəxş edir. Həmrəylik bizə mədəni davranış aşılayır. Əgər həmrəylik olmasa, bütün bu dəyərlər əlimizdən çıxa bilər. Və Qurani Kərimdə də buyurulduğu kimi, əgər Allahın bu həmrəylik neməti olmasaydı, o əvvəlki düşmənçilik, bir-birinə qarşı kin, ədavət halları geri qayıtmış olar ki, əlbəttə ki, xüsusilə müasir cəmiyyətimizdə, müasir dövrümüzdə heç kəs bunu arzulamaz. Buna görə də biz həm həmrəyliyin qədrini bilməli, həm onu təbliğ etməli, eyni zamanda da onu qorumağa borcluyuq. İlkin müəllim, çox sağ olun. Bildiyimiz kimi biz mübarək 3 aylardayıq, Rəcəb ayındayıq. Rəcəb ayı münasibətilə sizi təbrik edirik. Çox sağ olun. Qarşıdan gələn Dünya Azərbaycanlı Həmrəylik Günü münasibətilə sizin timsalınızda 50 milyonluq Azərbaycan xalqını təbrik edirik. Həmçinin İslam Deyiş kollektivi adından sizə suallara ətraflı cavab verdiyiniz, əziyyət çəkib gəldiyiniz üçün öz minnətdarlığımızı bildiririk. Çox sağ olun. Çox sağ olun, minnətdaram. Dəvət etdiyiniz üçün mən də sizə təşəkkür edirəm. Verilişin işinə də həmişə uğurlar, müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun müəllim, biz təşəkkür edirik. Sağ olun. Cənab Prezidentimiz İlham Əliyevin ifadəsi ilə dünya Azərbaycanlıların həmrəyliyi milli sərvətimiz və gələcəyimizin dayağıdır. Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı bilir ki, arxasında güclü və qüdrətli Azərbaycan dövləti dayanır. Milli birlik və vətənə sədaqət bizə tarixdə layiqli yerimizi qorumağa imkan verir. Gəlin bu həmrəyliyi qəlbimizdə yaşadaq və gələcək nəsillərə ötürək. Bayramımız mübarək olsun. Allaha əmanət olun.